Dün günde gəlib oxuyur, başqalarını qoymurlar planlarında. Mən də bu mahnıların zadını eşitmişdim, bilirdim ki, yaxşı oxuyur. Yaxşı oxuyur. Bir gün Niyazi mənim yanıma gəldi, dedim, Niyazi səndən şikayət edirlər ki, bəs belə Kur'an demişəm. Deyir, onlar bilmirlər. Bu deyir, çox böyük bir sənətkardır, çox gözəl səsi var. Necə bir, mən deyir, sizə dirijor kimi, necə bir bəstəkar kimi deyirəm. Bunlar bilmir. Dedim, doğru deyirsin, mən də belə fikirdəyim. O vaxtlar bunu sıxışdırırlar, ona görə də ad verməyiblərlər. Bunun bir adı var, o da Naxçıvan Muxtar Respublikası'nın əməklər. Naxçıvan Muxtar. İndi əgər bu işler düzəlsə, bu yazıçılar zaten bize razılıq verseler ki, bu adlar verilsin. Əvvəlcədən sənə deyirəm, sənə Azərbaycan xalq artisti adı verəcəyəm.